Bismillahirrahmanirrahim. Mərhəmətli və rəhimli Allahın adı ilə. Duanın şərtləri və ədəbləri. Hər bir əməldə olduğu kimi, duanın da qəbul olması üçün zəruri olan şərtləri və ədəbləri vardır. Onlardan ən mühümlərini qeyd edək. Duada Allahı təkləşdirmək, duanı sırf Allaha yönəltmək, Allahla yanaşı heç kəsi çağırmamaq, duada ixlaslı olmaq və ona heç bir şeyi şərik qoşmamaq duanın əsas şərtidir. Hər kəsin duasını eşidən, duamızı qəbul etməyə qadir olan və istədiyimizi verməyə sahib olan yalnız uca Allahdır. Quranda bu haqda keçən çoxsaylı ayələrin bəzilərini sizə xatırladırıq. Rəbbiniz dedi, mənə dua edin, mən də sizə cavab verim. Şübhəsiz ki, məscidlər Allaha məxsusdur. Allahla yanaşı heç kəsə dua etməyin. De, mən ancaq Rəbbimə dua edirəm. Ona heç kimi şərik qoşmuram. Dəstəmazda olmaq. Əbu Musa, Allah ondan razı olsun, belə rəvayət edir. Peyğəmbər sallallahu aleyhi və səlləm Huneyn döyüşü qurtardıqdan sonra su gətizdirdi. Dəstəmaz aldı və sonra əllərini qoltuğunun altının ağlığı görünənədək qaldırdı və dua etməyə başladı. Qibləyə tərəf yönəlmək. Ömər ibn Əl-Xattab, Allah ondan razı olsun, demişdir. Bədir döyüşündə Rasulullah sallallahu aleyhi və səlləm baxıb gördü ki, səhabələrinin sayı 300-dən biraz çox, müşriklərin sayı isə 1000 nəfərdən biraz çoxdur. Sonra o üzünü qibləyə tərəf çevirdi və əllərini açıb dua etdi. Duaya başlamazdan əvvəl Allaha həmd sənə, təriflər demək və Peyğəmbərə salavat gətirmək. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdur. Sizdən biriniz duaya başladıqda Rəbbinə həmd sənə etsin. Sonra Peyğəmbərə salavat gətirib istədiyini diləsin. Allahın adları ilə istəmək. Uca Allah buyurur, ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsilə dua edin və onun adları barəsində haqdan sapanları tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar. Tələsməmək. Allah Rəsulü sallallahu aleyhi və səlləm demişdir. Sizlərdən biriniz tələsməyib, dua elədim, qəbul olmadı, deməzsə duası qəbul olar. Əlləri qaldırmaq. Əbu Musa Əl-Əşari, Allah ondan razı olsun, belə deyir. Allah Rəsulü sallallahu aleyhi və səlləm dua elədi və əllərini elə qaldırdı ki, qollarının altının ağlığı belə görsəndi. Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir. Sizin Rəbbiniz həyalı, kərəm sahibidir. Əllərini ona tərəf qaldırıb dua edən qulunun əllərini boş qaytarmaqdan utanır. Dua etdikdə səsi çox qaldırmamaq. Uca Allah buyurur, səhər axşam ürəyində yalvararaq və qorxaraq səsini qaldırmadan Rəbbini yad et və qafillərdən olma. Gizlində dua etmək. Uca Allah buyurur, Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, o həddi aşanları sevməz. Dua etdikdə onu 3 dəfə təkrar etmək. Abdullah ibn Məsud, Allah ondan razı olsun, belə nəql edir. Peyğəmbər sallallahu aleyhi və səlləm dua etdikdə 3 dəfə təkrar edərdi. Dua etdikdən sonra salavat demək. Ömər ibn Əl-Xattab, Allah ondan razı olsun, buyurdu. Dua göy ilə yer arasında dayanır. Peyğəmbərinə sallallahu aleyhi və səlləm salavat gətirməyənədək o duadan heç bir şey Allaha yüksəlməz. Dua edərkən isə inşallah, yəni Allah istəsə yox, əmin demək lazımdır. Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir. Heç biriniz Allahım, istəyirsənsə məni bağışla, istəyirsənsə mənə rəhm et, deyə dua etməsin. Dua etdikdə qəti olaraq istəyin. Hörmətli izləyicilər, gəlin bu Ramazan ayında tam qəlbimizlə Allahın huzurunu üst tutaq və Qədr gecəsini adına layiq şəkildə dəyərləndirək.